Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində deyir ki, ya eyyuhənnəs, ey insanlar, əfşus sələm, salamı yayın. Salamı yayın necə başa düşülür? Kimə gəldi salam verin, hə? Hə, qardaşım, necə yox? Kimə gəldi salam verin? Müsəlmanlardan, yəni tanıdığın, tanımadığın. Hə, kimə gəldi salam verin? Kimə gəldi o mənada ki, qardaş fərqi yoxdur, tanıyırsan yoxsa yox. Selamun aleyküm. Əfşus sələm yayın deyir. Yayın. Bizdə məəl-əsəf, çox təəssüflər olsun ki, bəziləri fətva verirlər ki, salam verəndə almayın. Ha, nəinki verməyin, versələr almayın. Onlara şiddətli hədə gəlib onlara. Onların nə qədər azğın olmasını deyib Peyğəmbər sallallahu aleyhi və səlləm. Bəs edər ki, deyir, harada görsəz öldürün. Yəni, o qədər azğın tayfadır, yəni. Qardaşım, oturmaq olmaz. Oturmaq olmaz. Sən burada tək xavariclərdən getmir söhbət. Burada əşarilər də bura daxildir. Mətrudilər də daxildir. Sufilər də daxildir. Əhl-i sünnədən başqa olan bütün firqələr daxildir. Eləcə də xavariclər. Yəni, o birisilərlə necə rəftar edirsən? Bundan da elə bidət əhli kimi. Bidət əhlinlə rəftar necə edilir? Qardaşım, toyuna çağırıb getmək olar? Olar? Olmaz, qardaşım. Yoldaşlıq etmək olar? Olmaz. Əqiqə çağırıb getmək olar? Olmaz. Salam vermək olar? Olmaz, qardaşım. Belə müamilə edirsən. Salam vermək olar? Olmaz, qardaşım. Belə müamilə edirsən. Salam vermək olar? Olmaz, qardaşım. Belə müamilə edirsən.